Biz gəldik, hər birinizi salamlayırıq. Eyni dalğada olmaq üçün bizimlə eyni dalğa köklənmək üçün 92.5 dalğasını əlbəttə ki köklənmisinizsə, demək ki, bizi bilirsiniz ki, bu saatdan sonra 11 xəbərlərindən sonra vaxt zaman sənətindir, musiqinindir, incə sənətindir. Bir sözlə Mədəniyyət Nazirliyi ilə bizim birgə ortaq media layihəmiz Sənətin Səsi efirdədir və bu gün də çox maraqlı qonağımız var və bu gün bir çox sahələrə toxunacağıq. İncəsənət aləminin bir çox sferalarına, həm kinoda, həm animasiyada, belə deyək, animasiya filmlərində, eyni zamanda bəstəkarlıqdan, bəli, teatrdan da danışacağıq, bəstəkarlıqdan da və ən əsası sözsüz ki, musiqidən də danışacağıq, musiqi özü danışacaq, çünki sənət danışır bizim verilişimizdə və sənəti daşıyan və layiqincə daşıyan, təmsil edən, təbliğ edən sənət adamları ilə sizi görüşdürürük və bugünkü qonağımız elə həm bəstəkar, həm musiqiçi, kino və teatr, həm də bəstəkarı Azər Hacı Əsgərlidir. Xoş gəlmisiniz. Xoş gördük. Təşəkkür edirəm dəvətinizə görə. Və düşünürəm ki, bu sahə Azərbaycanda həqiqətən də çox lazımlı bir sahədir. Həm teatr üçün, həm kino üçün musiqi çox vacibdir. Bunu Üzeyir bəydən indiyənə kimi gələn böyük bir tarixi yol göstərir. Bəli, mütləq buna toxunacağıq və amma öncə isə bir maraqlı məqamı da qeyd etmək istəyərdim dinləyicilərimizə, həm də sonradan bizi Mədəniyyət Nazirliyini və Dalğa FM radiosunun YouTube kanallarından da izləyəcək izləyicilərimizə ki, nə xoş təsadüf, bugün biz bəstəkarlıqdan danışırıqsa, elə bəstəkarlıq məktəbinin görkəmli nümayəndəsi bugün Qara Qarayevin xatirə günüdür. Biz mütləq bunu qeyd etməliydik, çünki istər Azər özü, istər elə mən Bakı Musiqi Akademiyasında yetirmələri olaraq, düzdür, Azər Bəstəkarlıq kafedrasındadır. Mən isə piano, fortepiano üzrə bitirmişik. Özümüzə borc bilirik ki, əlbəttə ki, verilişimizin əvvəlində bunu qeyd edək və siz elə peşəkar bəstəkar olaraq bugün qonağımızsınız və Qara Qarayev məktəbi deyiriksə, siz Xəyam Mirzəzadə məktəbini bitirmisiniz də. Bəli, Xəyam Mirzəzadə ilə başlamışdım. Daha sonra Nazim Mirişli, Ceyhun Allahverdi və sonda Aydın Əzimovla tamamladım. Elə Aydın Əzimov da Qara Qarayevin tələbəsi olub, bəli. Hal-hazırda da elə həmin kafedrada dərs deyirəm. Mənim üçün də bu yaşda, yəni o kafedrada oturub həm tələbələri dəyərləndirmək, həm bilik vermək böyük bir şərəfdir. Bunu bizə həm də Üzeyir bəyin öz məktəbi təmsil eləmək qoyulub. Yəni həmişə bunu təbliğ eləmişik və sevinirəm ki, bu məktəbin nümayəndəsiyəm təbii ki. Bəli, bu böyük bir şərəf, böyük bir sevinç hissidir ki, Azərbaycan Bəstəkarlıq məktəbini bugün davam etdirmək və fərqli bəstəkarlardan dərs almısınız. Yəni onların dəstəxətləri sizin musiqinizdə özünü biruzə verir istər-istəməz. Bunu bugün musiqilərinizdə də duyacağıq. Çünki bugün Dalğa FM-də Sənətin Səsində elə Azər Hacı Əsgərlinin bəstələdiyi musiqilərdə olacaq və bu kinofilmlərə, teatrlara, tamaşalara yazılan musiqilərdir. Amma ilk olaraq elə bir sevindirici xəbərlə başlayaq. Çox maraqlı bir, belə deyək də, sənət cəmiyyəsi üçün, animasiya aləmi üçün çox gözəl bir tədbirin açılışı olacaq bugün. İstərdim elə anons edək. Bugün Anima Film Festivalının açılışıdır və çox böyük bir festival gözlənilir. Bir neçə gün çoxlu workshoplar, çoxlu animasiya filmləri, hətta Oscarda, digər festivallarda göstərilmiş filmlərin nümayişi olacaq və düşünürəm ki, həm balacalar üçün, həm də böyüklər üçün çox maraqlı filmlər nümayiş olunacaq. Hər birinizi dəvət eləyirəm. Proqram mən bilən olmalıdır artıq paylaşılıb və sosial hesablarda paylaşılıb və məkanı da söyləyək, Nizami Kino Mərkəzində olacaq. Axşam saatlarından yəqin ki, açılır. Bugün açılışıdır, bəli, bu gün Nizami Kino Mərkəzində həmin festivalın açılışı olacaq. Möhtəşəm, belə deyək ki, bir neçə yeni animasiya, həm yerli, həm müştərək, yəni Azərbaycan, Polşa istehsalı olan animasiyanın təqdimatı olacaq. Uğurlar arzu edirik bütün heyətə və məncə balacaları, övladları
dostlarımızı mütləq götürüb biz bir baş çəkəyin həmin festivala və animasiyadan danışarkən elə düşünürəm ki, paytaxtımızda bir animasiya bayramı yaşanırsa, artıq hazırlıqlar da gedir. Elə animasiyadan istərdim elə söhbətimizi davam etdirək. Yazdığınız, bəstələdiyiniz musiqilər, ilk işbirliyiniz və animasiya filmi hansı oldu və sizə uğur gətirən işiniz hansı oldu? Əslində animasiya həmişə uşaq musiqisinə can atmışam. Çünki babam da uşaq şairi olub, Tofiq Mahmud və həmişə uşaqlar üçün şeirlər yazırdı. Ona görə bu sahə məni çox maraqlandırdı, amma artıq belə deyək, dərinə getdikcə anladım ki, bu həddindən artıq çox çətindir. Bura o qədər hisslər, o qədər belə deyək, pozitiv enerji, o qədər müsbət yanaşma lazımdır ki, həm də çox müəyyən bir sadəlik lazımdır, ruhi bir sadəlik lazımdır ki, onu almaq olduqca çətindir və gördüm ki, həqiqətən də çox çətin işdir və indiyənə kimi də görsəz bu yanaşma Azərbaycan musiqisində hər zaman belə deyək, mübarizə aparılıb, yəni yaxşı mənada o musiqinin bir istiqamətinə yönəlmə gedib. Amma hal-hazırda mən düşünürəm ki, o musiqinin daha ənənəvi hala gətirmək lazımdır və bu son festivalda bir animasiya İsi-Piçi serialı üçün, animasiya serialı üçün bir musiqi yazmışam. Onun istəyirəm ki, mahnılarından birini sizə təqdim edim. Onlar hansını səsləndirək? Ləvəngi. Maraqlıdır. Animasiya hazırda yayımda varmı? Yayımlanırmı? Xeyr, hələ bu gün təqdimatı olacaq. Elə bugünkü animasiya filmləri festivalında təqdimatı olacaq. Elə bu Ləvəngi də oradadır. Daha doğrusu ilkin təqdimat olub, Gəncə şəhərində olmuşdu. Hətta Leyla xanım, Alona xanım da iştirak eləmişdi onun təqdimatda. İzləmişdim, sosial media hesabında paylaşmışdı siz. Təqdimat demək ki, orada olmuşdu. Bəli. Təəssüratlar necə oldu? Çox müsbət, çox gözəl. Həm də bütün zal balaca dostlarımız idi və onların münasibəti, ümumiyyətlə zalın o qədər enerji var idi həqiqətən. Bəli. Təbrik etmək olar bu uğurla sizi. Çünki həm Leyla xanımın da iştirak etdiyi və bəyəndiyi Alona xanım olsun. Yəni onlar da son dövrlərdə ümumiyyətlə bu incəsənət aləmində nə ki uşaqlarla həm də bağlı olan layihələrdə onlar da öz qatqılarını əlbəttə qatırlar və hər zaman iştirak edirlər. Dəstək olurlar. Təşəkkür edirik. Əlbəttə ki, istər Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyinə və bu işdə əmək keçən hər kəsə və bugünkü başlayan festivalda da hər kəsə uğurlar arzu edirik. Çox qısa bir ara. Ardınca isə Ləvəngi gələcək. Amma musiqi formasında. Bəli. Demək hansı animasiya filmindəndir? İsi-Piçi. İsi-Piçi. O nə deməkdir? O bir balaca oğlandır və Piti adında pişiyi var. Onlar macəraları var. Ləvəngi də var, Piti də var. Bəli, maraqlı bir musiqi Ləvəngi səsləndi. Musiqisi bugünkü qonağımız kino və teatr bəstəkarı Azər Hacı Əskərliyə məxsusdur. Ümumiyyətlə söylədiniz ki, animasiya filmlərinin musiqi bəstələmək də bir ayrı bir çətin tərəfləri var. Bunları danışdınız və bir məsələ var. Bu yaxlarda elə kino filmlərə musiqi bəstələyən bəstəkar pianoçu Tərlan Məmmədçenov qonağımız olmuşdu. Söylədi ki, yəni bunun çətin tərəfi odur ki, filmə oturub başdan ayağa baxmalısan bütünlüklə. Yəni o ssenarinin tam içinə bələd olmalısan. Və sözsüz ki, animasiya o qədər xronometraj çəkmir. Yəni onun da bir edək də asan tərəfi var, amma çətin tərəfləri də var. Və animasiyaya uyğun musiqi bəstələmək və bugünkü uşaqların da həm də zövqünü oxşamaq, onların həm də bu animasiyaya cəlb etmək kimi məqsədiniz də var da qarşınızda. Təbii ki, bu vacib şərtdir. İlkin olaraq filmləri deyim ki, filmləri ssenarilər, rejissorlar ssenarini fərqli görə bilərlər. Yəni ona görə əslində rejissor baxışı çox önəmlidir. Buna görə mən düşünürəm ki, əslində rejissorun ilkin halda əgər rejissorla işlənməyibsə, yəni işləməmsinizsə, işbirliyi olmayıbsa daha doğrusu, siz onun filminə gərək
baxıb musiqisinin üzərində işləyəsiniz. Amma bir neçə dəfə işlədiyin rejissor, bir neçə dəfə film işləmisənsə həmin rejissorla, ondan artıq yəni ssenari ilə işləmək olur. Yəni heç filmə baxmağa da ehtiyac olmur çox vaxt. Çünki artıq bir-birimizin tərzini tanıyırıq, bir-birimizin sürətini tanıyırıq. Yəni o artıq bir təcrübə, uzun illər bir dostluq olmalıdır, bir vəhdət təşkil etməlidir. Çünki hər rejissorun öz temporitmi var, öz baxışı var, öz dramaturji görüş filmi görməsi var, kadrlar və s. həm də aktyor oyunu artıq ona bələd olandan sonra daha çox rahat olur filmi işləmək. Təbii ki, uşaq cizgi filmlərində də bu yanaşma nə dərəcədə önəmlidir? Ümumiyyətlə hiss olunur ki, belə deyək də, müxtəlif ölkələrin animasiyaları müəyyən inkişafa nail olur və təsirləri güclü ola bilir. Amma bizim də məqsədimiz məhz milli ənənələrə və bizim belə deyək adətlərimizə uyğunlaşdırmaq lazımdır ki, bu həm də maraqlı olmalıdır. Yəni ən əsas tərəfi maraqlı olmalıdır. Yəni bunu hansısa bir hesabat xarakterli və yaxud belə deyək də sadəcə eləyim deyək də keçmək düzgün deyil. Bu uşaqlar üçün maraqlı olmalıdır. Həm obraz baxımından. Siz düşünün, animasiya çox çətindir. Mən hətta baxıram o animatorların işlərinə, onlar həqiqətən də nə qədər əziyyət çəkirlər. Bir də görsən bir saniyəlik bir kadr bir neçə günə hazırlanır. O dərəcədə uzun bir müddət tələb edir. Yəni əslində uzun bir əsər bəstələmək daha rahatdır, nəinki balaca bir əsər. Çünki uzun bir əsərdə hardasa bəstəkar öz hisslərini, öz çatdırmaq istədiklərini rahatcana çatdıra bilir. Amma çox qısa bir xronometrajda bunu etmək, üstəlik də nəyəsə bunu tətbiq etmək özü bir çətinlikdir. Fon olaraq da bunu etmək, tətbiqi musiqi olaraq da. Həm də sən asılısan ssenaridən, üstəlik də həmin obrazlardan və deyək ki, dinamikadan asılsan, bunun özünün də çətinliyi var. Amma niyəsə mən kinonu sevirəm, həqiqətən də animasiyanı çox sevirəm. Görək bu barədə bəstəkar Röya Hüseynova nə deyəcək? Çünki hazırda elə telefon bağlantısında da o da bizi dinləyir bayaqdan. Düşünürəm onun da bununla bağlı maraqlı düşüncələri olacaq. Həmçinin də Bakı Musiqi Akademiyasının xarici tələbələr və beynəlxalq əlaqələrlə iş üzrə şöbə müdürüdür. Röya xanım, hər vaxtınız xeyir olsun. Hər vaxtınız xeyir. Necəsiniz? Təşəkkür edirik. Siz necəsiniz? Çox sağ olun, mən də yaxşıyam. Təşəkkür edirəm. Röya xanım, uzun illərdir ki, Azərlə siz bu sənət yolunda birgə addımlayırsınız, belə demək olar. Yəni 2005-ci ildən bəstəkarlıq aləminə daxil olduqdan uğurlarınız da bərabər, belə deyək də, birgə sizinlə addımlayır və istərdim elə Azər barədə sizin də fikirlərinizi alaq və ümumiyyətlə onun bugün məşğul olduğu animasiya musiqisi. Çünki bir bəstəkar olaraq yəqin ki, razılaşacaqsınız ki, bu çətin və bugün o qədər də belə deyək də digər janrlarla tələbat olmayan və hardasa kənarda qalan bir sahədir. Bəli, valla salamlayıram. Azər, salam, necəsən? Xoş gördük səni. Əslində Azərin hər uğuru, xırdalı, böyüklü fərq eləməz. Mənim üçün çox doğmadır, çox əzizdir. Sanki mən özüm o uğuru qazanıram. Çünki biz ilk addımladığımız andan bu günə qədər oturub arada özümüzü analiz edirik, nələri səhv eləmişik, nələri düz eləmişik, nələr eləmək lazımdır, nələri etməmişik. Bu analizlər içərisində mən çox keçmişə baxanda böyük bir yol görürəm və inkişaf etmiş bir yol görürəm. Əsasən də Azərdə, mən hələ özüm haqqında danışmaq istəmirəm. Yəni bu məni, belə deyək, göğsümü qabardır türklər demiş və çox böyük fəxr edirəm bir bacı kimi onunla. Biz həm sənət yoldaşıyıq, həm bir bacı qardaşıq, belə deyə bilərəm, həm silahdaşıq. Eyni zamanda da bir-birimizə tənqidi yanaşan, bəlkə də ən böyük tənqidə yanaşan insanlarıq bir-birimizə. Yəni o mənə, mən də ona hər zaman öz işimizi ilk təqdim edən bir-birimizə insanlar oluruq və biz deyirik ki, tərifləmə xahiş ediyorum, harada səhvim var onu denək. Tənqid o zaman bugün tərifləməyin Azəri. Tənqid edilərsiniz. Hansı tərəflər? Əslində bir şey demək istəyirəm. Azərin üzünə demək olmazsın. O qədər yaxşı cəhətləri, yaxşı keyfiyyətləri var ki, bir insan kimi, bir peşəkar kimi, bir bəstəkar kimi, bir valideyn
beyin kimi, ata kimi. Yəni onların hamısı onun mənfi tərəflərini çox kiçildir. Amma iş prosesində olan məsələlər var da, indi onlar xırdalığı ilə mən deyə bilmərəm. Məsəl üçün müəyyən şeylərdə fikir ayrılığımız olur, müəyyən alətləri məsələ seçməyində, müəyyən şeydə. O mənə deyir ki, sən burada bu alət istifadə eləsəydin daha yaxşı olardı mənə və bir-birimizin fikrinə həqiqətən çox önəm və dəyər veririk. Bəzən hətta onun fikrinə görə mən çox şeyləri dəyişə bilərəm ya da silə bilərəm o hissəni. O da eynən mənim kimi. Etibar edirsiniz yəni. Etibar var aramızda. Bəli, bu uzun illərin süzgəcindən keçmiş bir dostluqdan əlavə, belə deyim də, bir əməkdaşlıqdır. Yəni əməkdaşlıq çox önəmli bir şeydir. İnsan uzun illər dostluq eləyə bilər, amma əməkdaşlıq etmək çox çətindir. Çünki bu işin içərisində paxıllıq da var, bu işin içərisində həsrət də var, bu işin içərisində çox şey var. Yəni bu insan bu hisslərdən arınmalıdır ki, bir-birinə bu dərəcədə dəstək verə bilsin və əməkdaşlıq eləyə bilsin. Bu yüzden mən Azərin də səmimiyyətinə və dəstəyinə görə təşəkkür edirəm. O mənə həyatda da, sənətdə də çox böyük dəstək olan insanlardan biri olub. Bizdə bu dəstək qarşılıqlı olub. Rüya xanım, artıq tərifə gedir. Gəlin burada stop eləyə, pauz eləyə. Musiqiçilərin dili ilə desək, pauz eləyə. Və çox maraqlıdır. Bəstəkar kimi özünüz də bəstəkarlığı bitirmişsiniz. Bir peşəkar bəstəkar kimi deyərdiniz. Hər bir bəstəkarın öz dəstək xətti var. Hansısa bir musiqi alətinə daha çox üstünlük verir. Hansısa lada daha çox üstünlük verir. Azər Hacı Əsgərli dəstək xəttinə xas olan bir cəhəti deyərdiniz. Siz laf musiqiçilər. Bilirsiniz, belədir ki, tələbəlik illərində bizim çox fərqli istiqamətlərimiz var idi. Baxmayaraq ki, biz bir addımlamağa çalışırdıq, bir-birimizə dəstək olurduk, amma eyni zamanda baxış açımız da fərqli idi. Eyni zamanda musiqi dilimiz də fərqli idi. Amma bilirsiniz, bəstəkar elə bir mexanizmdir ki, insandır ki, Azər bunu daha yaxşı bilir və həmişə daha çox özü deyir elə bunu. Yəni, əgər bu sahədə işləyirsənsə və Timboli, yəni əsasən də bəstəkar olaraq film musiqisi yazırsan, teatr musiqisi yazırsan, bu zaman səndən hər bir janrda, hər bir formada, hər bir stilistikada nəsə istəyə bilərlər və sən buna hər an hazır olmalısan. Və mən fikirləşirəm ki, o təcrübə artıq Azərdə var. Və o istənilən musiqi dilinə xitab eləyə bilər hal-hazırda. Bu da təcrübə ilə gələn bir şeydir. Aydın məsələdir, zövqlər fərqlidir. Məsələn, belə deyək də, bizim hər əsərimiz bizim övladımız kimidir. Və mən heç vaxtı, heç bir bəstəkar həmkarıma, yəni mən müəyyən məsləhətlər verə bilərəm, amma ona deyə bilmərəm onun musiqi dilini. Çünki onun övladıdır, onun yaratdığı bir obrazdır. Ona hörmətlə yanaşıram. Amma Azər üçün ayrıca deyəndə onun musiqi dili həqiqətən əvvəlki vaxtdan bugünə baxanda həddindən artıq çox inkişaf edib və demək olar ki, öz üzərində çalışan, ətrafında tanıdığım cavan mənim həmyaşıd bəstəkarlarımdan bəlkə də ən çox çalışan və ən çox inkişaf edən bəstəkardır və hal-hazırda belə deyək də, bəlkə də sənətinin zirvəsində artıq addımlamağa başlayıbdır. Bu çox sevindirici bir haldır. Mənə elə gəlir ki, hər bir stilin öhdəsindən gəlməyə bacaracaqdır. Bunu mən söz xatirinə demirəm, istəyən maraqlanıb hər hansı bir teatrda, tamaşalarda, filmlərdə bu musiqi dilinə analiz edib baxa bilər ki, necə fərqlilik var, obrazlara görə necə dəyişiklik var. Təşəkkür edirəm Rüya xanım, çox sağ olun, hiss olunur, ürəyiniz doludur. Aynatla bağlı xırda bir şey demək istəyirəm. Həqiqətən təbrik edirəm, çox gözəl bir iş çıxartdılar, son işlərindən olanları deyirəm. Çox çətindir, bilirsiniz, uşaq musiqisi üçün mən özümdə uşaq musiqisi işləmişəm, teatr musiqisi. Onu işləyən birisi kimi deyə bilərəm ki, çox çətindir. Uşaqların ruhunu tutmaq, çox sadə yazmaq, çox qısa yazmaq, eyni zamanda həm maraqlı, həm profesional olmaq o qədər çətindir ki, bir simfoniya yazmaq valla ondan asansdır. Bayaq düz vurğuladınız, dinləyirdim. Ona görə də bunun öhdəsindən gəlmək və bunu bacarmaq, uşaqların o sevgisini, marağını qazanmaq mənə elə gəlir ki, çox çətindir və əgər soruşsanız ki, Azər burada müvəffəqiyyətli olduğunu, mən deyərdim ki, gedib uşaqlarla bir yerdə onu izləyin, görün uşaqların reaksiyasını və biləcəksiniz ki, orada uğurlu olub, yoxsa yox. Təşəkkür edirik, çox sağ olun. Sağ olun, təşəkkür edirəm. Buyurun, təşəkkürlər. Təşəkkürlər, bəstəkar
Salamlar və elə bugünkü qonağımız Azər Hacı Əskərli ilə həm də zamanında tələbə yoldaş olmuş. Amma sualımın cavabını dolayısıyla vermədi. Yox, mənə elə gəlir o bizə buraxdı, dinləyicilərə buraxdı ki, biz özümüz analiz edək ki, Azər Hacı Əskərli musiqisinə xas olan cəhətlər hansılardır. Bunun üçün mən təklif edirəm elə sizin daha bir musiqinizi dinləyək və analiz edək. Aha, buyurun. Bəli. Məsələni deyim ki, ümumiyyətlə bəstəkarlıq, yaradıcılıqda bir dənə belə deyək də, bir lənət də deməyim, daha çox belə deyək, qaydası var ki, o həmin anda heç vaxt qəbul olunmur. Onun hardasa bir 20-30 il bir ömrü var ki, o həqiqətən də hansı daha keyfiyyətlidirsə, o filtrdən keçib bir dövrə düşsün. Bəli, zaman lazımdır. O zaman onu sanki irəli aparır. Yəni indi də desəz ki, hansı film daha çox deyək ki, müharibə üçün hansı film çəkilibsə, biz hələ Fəryad filmindəyik. Yəni həmin dövrün hələ də bir 30 il hələ də sanki geridədir yaradıcılıq. Yəni bu əslində geridə deyil. Əslində yaradıcılıq öz dövrünü bir 20-30 il qabaqlayır. Razıyam hardasa, amma Fəryadda qalmamışam. Mən artıq Doluya keçmişəm. Elxan Cəfərovun çəkdiyi və yarımçı xatirələr daha maraqlıdır. Yarımçı xatirələr də Doluda yeri gəlmişkən elə 5-ci gün biz Elxan Cəfərovun sənətindən danışacağıq. Mənim yarımçı xatirələr daha çox xoşdur. Bəli, zövqlər müxtəlifdir. Elə bir anons etmişdi olduq ki, əsl kino adamı elə bir adlı kitabın təqdimatı olub Elxan Cəfərov sənətinə və biz bu haqqda danışacağıq. Geniş bugün isə sizin yaradıcılığınızdan danışırıq və Məryəmə mən keçid almaq istəyirəm. Həmin filmin musiqisindən mən Qızıl Pəri ən yaxşı soundtrack, yəni ən yaxşı film musiqisinə qalib oldum. Nə gözəl. Nə zaman, neçənci ildə idi? Bu keçən il dekabrda, yəni 2025-ci ilin dekabrında. Təbrik edirik ki, sizi gecdə olsa. Bu filmə yazılan soundtrack olaraq Qızıl Pəri mükafatına layiq görülmüsünüz. Bir məqamı, bir musiqi baxımından analiz edərək qeyd etmək olar ki, musiqinizdə ümumiyyətlə nə var da, bunu yəqin ki, musiqiçilər, bəlkə də musiqini dərindən duyan insanlar anlayacaqlar. Bir sanki nağıllar aləminə aparırsınız insanı. O nağıllardakı musiqilər olur. Həqiqətən də o animasiyaya bəlkə də ona görə yaxınsınız ki, sanki daxilinizdə o kədərli musiqi olsa da, amma bir ümid var, bir pozitivlik var. Bunu sözsüz ki, simli alətlərlə də, orada nəfəs alətlərlə də onu çatdıra bildiniz dinləyiciyə. Adətən Bakı Musiqi Akademiyasında oxuyanda çox az müəllimlə oturub, məsələn, Beethoven'in hansı simfoniyasına qulaq asanda və yaxud hansı klassik əsərə qulaq asanda onun atmosferində necə düşdüyünü və indi sizdən eşidirəm bir musiqiçi kimi. Mənə də əslində maraqlıdır. Mənə maraqlı deyil onun texniki tərəfləri, mənə daha çox onun verdiyi hissiyatdır. Çünki bəstəkarın əsas vəzifəsi o sanki hisslərini köçürür kağıza və burada da ifaçı bir zəncirdir sanki. O zəncirin bir hissəsidir ki, onu tamaşaçıya çatdırmalıdır. Və rejissor da qeyd eləməliyəm ki, Elçin Musaoğlu idi rejissoru və ümumiyyətlə rejissorlarla müəyyən deyə həm çətindir, həm də vacibdir işləmək, yəni. Və onsuz mümkün deyil. Və bəstəkar bu gün də həm də müasir dövrün tələbatlarında da nəzərə alsaq və siz də artıq bu industriyaya da daxil olmusunuz. Kino, teatr, animasiya, yəni artıq iş birliyiniz bu sahədə, bu sferada davam etdirirsiniz. Amma sözsüz ki, yəqin ki, iri həcmli əsərlər də yaradırsınız. Yəni o da öz yerində yəqin ki, var. Bəli, bir balet yazmışam, amma hələ ifa olunmayıb. Cəfər Cabbarlının Solğun Çiçəklər əsərinə libretto Leyla xan gənc bir musiqişünasdır. O işləmişdi librettosunu. Maraqlı bir baletdir və artıq deyək ki, orkestrovka hamısı hazırdır. İnşallah qismət olsa. Nə gözəl, maraqlıdır. Gözləyirik. Əlbəttə bu mənə gəlir ki, balet aləmi üçün yeni bir səhifə olacaq. Çünki bu gün bəstəkarlar yeni əsərlər yaradırlar, amma iri həcmli və özdə balet dərəcədə, opera dərəcəsində, yəni bu cür əsərlər az yazılır son illərdə, son dövrlərdə. Bunu da etiraf etmək lazımdır. Amma həm də elə animasiyanın özü də bugün
uzun illər elə bu sahədə işləyən rejissor Elçin Hami Axundovu, yəni biz salamlayırıq efir vasitəsilə. O böyük işlər görüb, böyük töhfə verib bu animasiya kino industriyasına. O da hər zaman gileylənir, hardasa narazıdır ki, diqqət sanki o deyil. Yəni animasiyaya bir qədər də nələrsə etmək lazımdır. Kim nələrsə cəlb etmək lazımdır. İnsanları müxtəlif sahələrin nümayəndələrini cəlb etmək lazımdır ki, animasiyaya diqqət artsın, tələbat artsın. Siz necə düşünürsünüz? Daha nələr önəmlidir ki, hardasa animasiyanın da gündəmə gətirmək üçün? Doğrudur, həqiqətən də ona çox ciddi resurs ehtiyac var və yenə deyirəm, həddən artıq çox mürəkkəb və çox zəhmət tələb edən bir sahədir. Həm texniki cəhətdən, həm kadr cəhətdən düşünürəm ki, doğrudan da bu məsələlərdə ehtiyac var, amma əsas məqamda buna həvəs olmalıdır. Yəni bunu sevən insanlar olmalıdır. Bu çox vacibdir. Siz o iş hərdən mən baxıram məsələn digər bir animatora hərdən mənə çox yorğun gəlir, amma özüm oturub o musiqiçini işləyəndə sevinirəm. Bəli. Çünki o musiqini işləmək məni sevindirir. Necə ki onun o öz işi sevindirir və burada o sənəti sevmək lazımdır. Yəni buna məcburiyyətlə mütləq hər şeyin başında sevgi dayanır. Razıyam sizinlə və teatra olan sevgi bir başqadır. Yəni teatrla da çox uğurlu bir işbirliyiniz var. Teatrla da tamaşalara da musiqilər bəstələyirsiniz və ümumiyyətlə teatrdan danışırıqsa son dövrlərdə çox gözəl əlbəttə ki tamaşalar qoyulur və bu yaxınlarda elə mənim də sevə-sevə izlədiyim Gənc Tamaşaçılar Teatrının yaradıcı şöbəsinin rəhbəri rejissor Nicat Kazımovun təqdim etdiyi Şah Abbasnamə tamaşasına əslində getmişdim, amma bilmirdim ki musiqisi sən demə. Elə bugünkü qonağımız Azər Hacı Əskərlinindir və Nicat bəyə dərin təşəkkür edirik. Elə düşünürəm hazırda bizi dinləyir efir vasitəsilə elə ilk olaraq təşəkkürdən başlayaq. Hər vaxtınız xeyir olsun. Nicat Kazımov telefon bağlantısındadır. Hər vaxtınız xeyir olsun. Mən təşəkkür edirəm. Xoş sözlərə görə təşəkkür edirəm. Azəri dəvət elədiyinizə görə, mənim əziz dostum, qardaşım, gözəl sənətkar Azəri dəvət elədiyinizə görə sizə dərin təşəkkürümü bildirirəm. Var olun. Minnətdaram. Azər bir məqamı söylədi. İndi mən xəbərçilik edəcəm. Dedi ki, rejissorlarla çətindir işləmək, amma lazımdır. Nicat Kazımovla işləmək çətindir yəqin ki, amma məsuliyyətlidir və işinin peşəkarı ilə, işinin bu sənətə illərini, ömrünü, həyatını vermiş bir sənətkarla da işləmək çətin olmalıdır da Azər. Amma bəstəkarla işləmək nə dərəcədə çətindir Nicat bəy? Əslində mən deməzdim ki, çətindir. Qəti deməzdim. Yaradıcılıq iş elədi ki, o anda hazır olmur. Yəni mənə Azərlə işləmək çox xoşdur və rahatdır əslində. Niyə? Çünki Azərlə biz bir-birimizi anlayırıq, başa düşürük. Təkcə Azər deyil. Misal üçün dramaturqlardan İlqar Fəhmi ilə işləmək mənə çox rahatdır. Yəni bizim sənət dostluğumuz, yəni sənət bizi dosta çevirir bir-birimizə. Və bir-birimizi anlayırıq, başa düşürük. Azərlə işləməkdə çox böyük zövqdür və mənə çox xoş olan tərəfi odur ki, Azər mənim fikirlərimi duya bilir. Azər mənim istəyimi duya bilir. Təkcə Şah Abbasnamə deyil bizim bir geçimiz. O vaxta qədər bizdən deyildi. Macbeth bir yerdə işləmişik. O da var, bəli. Bəli, akademik milli dram teatrı. Lady Macbethdən əvvəl biz Natavan haqqında çox belə bir musiqili bir tamaşada demək olar, müzikalda demək olar. Belə bir iş görmüşük bir yerdə. Xıdır Baba söylədiniz, o da var. Bəli. Xıdır Baba və s. və ilaxır. Yəni bizim işlərimiz əldən artıq çox güzel və olur ki, misal üçün hər hansı bir musiqini Azər işləyib gətiribsə, əgər mənim nəsə orada qane eləmirsə, əgər tutalım, yəni hal olaraq söhbət musiqinin keyfiyyətindən getmir, Azərin musiqilərinin keyfiyyətinə söz yoxdur. Hal olaraq məni qane eləmirsə, Azər onu o andaca duyur. Və mənim üçün də musiqi teatr da köməkçi bir vasitə deyil. Əksinə, aktyor oyunu ilə paralel gedən bir yanaşıq gedən və hətta mən aktyorlara həmişə deyirəm ki, sanki siz səhnədə mahnı oxuyursunuz. Yəni mətn, dediyiniz mətn sanki mahnıdır, etdiyiniz hərəkətlər də sanki rəqsdir və onlar musiqinin üzərinə mütləq oturmalıdır.
bəli. Və sözsüz ki, bu da zamanla o uğurlu işbirliyinin alınması üçün zamanla bunu sınayırsan ki, bəli, bir işdən uğurlu alındı, digər işə keçid almaq üçün və o rejissor, bəstəkar arasında da o bir bağ yaranmalıdır ki, o bir-birinizi deyir, o sözsüz anlayasınız. Çünki tamaşaya yazılan musiqi də sözsüzdür və onu anlamaq üçün də əlbəttə ki, illər lazımdır. Uğurlu işbirliyiniz davamlı olsun Nicat bəy. Təşəkkür edirəm. Azər bizə elə çox lazımdır. Azərbaycan teatrına lazımdır. Yəni musiqi aləminə öz yerində aydın məsələdir. Amma teatrımıza, Azərbaycan teatrına Azər çox lazımdır. Azərə mən uzun ömür, can sağlıq arzulayıram. Bir daha təşəkkür edirəm ki, Azəri dəvət eləmişdir. Bu cür sənətkarları mütləq xalqa tanıtmaq lazımdır. Təşəkkür edirəm və mən bildiyimə görə Şah Abbasnamə hazırda tamaşada, yəni var hazırda tamaşa davam edir. Mən tamaşaçıları dəvət edeyim icazənizlə. Buyurun, ayın 16-sı bizdə Leyli və Məcnun tamaşası olacaq, Gənc Tamaşaçılar Teatrında. Yəni dramatik Leyli və Məcnun. 17-si isə Şah Abbasnamə bəstəkarın elə Azər olduğu Şah Abbasnamə tamaşasıdır Gənc Tamaşaçılar Teatrında. İnşallah ayın 19-u da mən tamaşama dəvət edeyim. Opera və Balet Teatrının tamaşası sarayda, Heydər Əliyev sarayında Leyli və Məcnun. Aydın Möhtərəmova ilə, bəli, onu da biz belə bu yaxınlarda danışmışdıq. Maşallah işləriniz çoxdur. Mütləq hər birinə gələcək, sevə-sevə izləyirik və öz dəstə xəttiniz də seçilir Nicat bəy. Var olasınız, təşəkkür edirəm. Azərin sözü var. Biz bu mövzunu davam etdirəcəyik. Çox sağ olun Nicat bəy, təşəkkür edirəm. Rejissor Nicat Kazımovla biz telefon bağlantısı yaratdıq. Mənə elə gəlir o zərgər dəqiqliyi ilə də sanki izah etdi ki, bugün uğurlu işbirliyinizin alınmasında da həmçinin hansı şərtlər önəmli idi? Təbii ki. Bir dənə də bir faktı qeyd edeyim ki, ümumiyyətlə siz fikir verin, hər bir ölkənin öz kinosunda onun incəsənət sahələrində nə inkişaf eləyibsə, o həmişə üzdə olur. Yəni deyək ki, Hindistan filminə baxanda orada incəsənətin hansı növlərində daha çox inkişaf varsa, onu belə strateji olaraq istifadə edirlər. Fransa filmlərində və yaxud deyək ki, Yapon filmlərində daha çox əfsanələrdən, məsələn, Çin filmlərində daha çox belə deyək əlbəyaxa döyüş növlərindən, hətta sevgini də belə ondan bildirməyə çalışırlar. Və deyək ki, İran filmlərində daha çox dini baxışlar, Türk filmlərində daha çox sosial... O mental dəyərlər mütləq yer alır. Azərbaycan incəsənətində də bunu Üzeyir bəy çox qəşəng duymuşdu və bunun poeziya və musiqi üstündə qururdu. Və bunu da Nicat bəyin bir sözünə qüvvət, bu çox önəmlidir. Azərbaycan kinosu və musiqisi, teatrı üçün musiqinin önəmi çox vacibdir. Biz musiqini sevirik həqiqətən də və bu belə deyək də, məsələn, Arşın Malanın həm film kimi, həm də tamaşa kimi çox uğurlu oldu və bütün dünyada tək dünya kasasına çıxan filmlərdən biridir və hətta remake də çəkilib Çində o həmin filmin. Yəni çox önəmlidir bu. Bəli, bu ənənəni daşımaq, yaşatmaq da çox önəmlidir. Dahi Üzeyir bəydən bəli, əsası qoyulan Azərbaycan Bəstəkarlıq Məktəbi, əlbəttə ki, sonradan elə bugün xatirə günü olan Qara Qarayev, Cövdət Hacıyev, Arif Məlikov, Xəyam Mirzəzadə, Fikrət Əmirov və bugün də bu bəstəkarlıq məktəbi həmin əsaslara, həmin ənənəyə sadiq qalaraq qorunub saxlanılır. Burada həm millilik var, burada həm mental dəyərlər var, burada həm dünyaya baxış var. Zamanında Üzeyir bəy həm də xarici bəstəkarları da cəlb etmişdi. Burada həmin o sintez də var. Çünki dünya Avropa musiqiləri ilə də Üzeyir bəy bunu zamanında etmişdi. Bunu Fikrət Əmirov davam etdirmişdi. Qara Qarayevin özü davam etdirmişdi və bugün siz də elə kinomuzla, teatrlarımızla bu ənənəni davam etdirirsiniz. Sanki formaca müasir, amma məzmunca milli. Bəli, o milliliyi qoruyub saxlayırsınız. Bunun üçün sizə təşəkkür edirik. Əslində söhbətlər çoxdur. Çünki biz qeyd etdiyim kimi verişimizin əvvəlində bir çox sahələrə toxunduq. Burada həm kino oldu, teatrdan danışdıq, bəstəkarlıq məktəbindən, həmçində əlbəttə ki, animasiya festivalı bugün başlayır.
Bir daha sizə uğurlar arzu edirik. Azər, təşəkkür edirik. Çox sağ olun. Çox xoş oldu. Sağ olun, çox sağ olun. Minnətdarım. Verilişimizi isə həm də bütünlüklə siz digər buraxılışlarımız kimi hər buraxılışımızı Mədəniyyət Nazirliyinin və Dalğa FM radiosunun YouTube kanalından mütləq izləyin. Və sonda yenə də Azər Hacı Əskərli musiqisi bəstəsi bu saatımızı yekunlaşdıracaq, amma qısa bir aradan sonra Dalğa FM-də görüşmək və eşitdirmək ümidi ilə. Salamat.